Salam əziz dostlar. Ya baxın maşallah. Gəl buraya yaxın seç. Bax. 20 litrlik mayonez vedrəsidir. Emulsiya vedrəsidir. Bax. Baba təzə yumurtalar da hamısı bir gecə yumurtayıblar. Dünəndən gecədən bu vaxtı yığmışam da yumurtanı. Baxın hansı ki bu heyvanları baş satıram mı? Bax. Bunların yumurtaları da maşallah. Bax hər gün bir vedrə 150 dənə fərədən boy yığılan, 160 dənə fərədən boy yığılan yumurta budur. Gəl heyvanlara seç. Hardasa bir 20-25 dənə də fərəmiz yatırır. Ama şimdi ben 2 vedrəylə girirəm hər dəfə bura ki, birdən dolu var. İşte bunu da ikinci vedrəyə yığın. Elhamdülillah bir vedrə normaldir maşallah. Çünki əvvəl yığırdım bir yarım. İndi bir dənə də 30-40 dənə də deyil. Onlar yatırlar, qırt yatırlar. Damxaların içində bir dəfə bura çəkin. Badem hamısı bax qırt yatırlar. Deməli 150 dənə fərə bugünkü gündə yumurtayırlar. Onlar da hər gündə boy yumurtayırlar maşallah. Tələsün, kim istəyir bax yaxşı biznes predaqat edirəm də sizə. Necə deyirlər, təklif edirəm. Bunlar düz avqustun axırına qədər, sentyabrın ortasına qədər belə yumurtayırlar. May ayının axırı düşürlər yumurtaya kütləvi. Çəkirlər sentyabrın ortasına qədər, sentyabrın axırına qədər bala çıxardırlar. Özləri də kimin inkubatörü yoxdur daşı belə. Daşı 4 fərə bir xoruz da satıram. Qısqati, kim istəyir 4 fərə bir xoruz gəlsin aparsın. Mən başa düşürəm ki, imkan yoxdur hamısını almağa. Mən malımı satıram. Все.